Mənim üçün ümumiyyətlə Bakı Nərimanovdan ibarətdir. Mənim üçün Bakı bu məhəllədən ibarətdir. Hər dəfə deyirdim, bir gün yoldaşım gəldi ki, Şahidə, sən məhəlləndə bir binada yer tapmışam. Biz bu gün ağlımıza qoyduq ki, bəlkə artıq arenda bizə yük olur falan. Götürək, yəni öz şəxsi işdədir. Yoldaşım gəldi ki, bəs Şahidə, sən o dediyim məhəllədə bir yer tapmışam, 2-ci mərtəbədir, 200 km, nəsə də bütün detalları dedi. İnanın, mən elə başa düşdüm ki, yəni şurada yenidən həmin hekayə və həmin məhəllə. Dedim, nə olur olsun, necə olur olsun, biz gəldik bir yerə baxdıq. Və indi təbii ki, hər bir biznesdə kredit tərəfi var və s. bunu maddi qarşılamağa. Mən yoldaşıma dedim ki, nə olur olsun, necə olur olsunsa biz o yeri götürməli və şeyin ümumi mərtəbədə olmalıdır. Və şükür ki, Allahın böyüklüyünə o şərait də yarandı. Biz ondan götürdük. İndi bizim 2-ci mərtəbədə fəaliyyət. Çox insan deyir ki, məşhur kursuz, niyə küçə qırağında deyilsiniz, niyə Port Bakuda deyilsiniz, niyə binanın içindəsiniz? Buradan o dinləyənlərə də deyirəm ki, ora mənim üçün o qədər mənəvi dəyərlidir ki, o mənim üçün saraydır da, o mənim üçün... Əslində ata ocağı deyərdik bizə, şeyinin başlamaq bizim üçün. şeyinin Nərimanov filialına insanlar girəndə deyirlər ki, o qədər doğma mühiti var, o qədər isti bir ruhu var.